Epstein məsələsi. Bundan öncə də bir il öncə də bu məsələ geniş müzakirə mövzusu oldu və bugünün özündə yenidən gündəmə gəlməsi. Deyirlər ki, Trumpı bir qədər sakitləşdirmək, Trumpa bir dayan demək üçün yenidən bu önə çıxarıldı, müzakirə obyekti olundu. İsrailin Trumpa bir təpkisidir bu deyək. Siz necə dəyərləndirirsiniz? Təsadüfənmi bu iş yenidən açılır, yoxsa ki planlaşdırılmış şəkildə həyata keçirilir? Adətən bu cür işlərdə niyyət, insan alveri, uşaq istismarı, qadınların cinsi istismarı və başqa məsələləri aşkara çıxartma niyyəti yoxdur. Bu cür məsələlər mütləq bir siyasi komplodur. Və bu siyasi komplonun da hansı vaxta uyğun gəlməsi də əvvəlcədən düşünülür. Bu həqiqətən də orada adı keçən, keçməyən siyasətçilər üzərində şübhəni yönəltmək, yaxud da onların müəyyən fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə ortaya atılan bir məsələ. Çünki bunu hamı bilir. Amerikada uzun illər qanunun işlədiyi az-çox cəmiyyətdir və bunun qarşısını da alma imkanları ilə 20 il öncədən ola bilərdi. Bu kimi işlər sabah üçün kiməsə ittiham irəli sürməyə, yaxud da kiminsə fəaliyyətini dayandırmağa yönələn bir xarakterə sahib olur. Və bu da məncə indiki məqamda da ortaya çıxması məqsəd yönlü xarakter daşıyır və buna qədər də bir neçə bu səpkidə işlər gündəmə gətirildi. Onların məhkəmə perspektivi olmadığına görə, bəziləri məhkəmə perspektivi olsa da hansısa mərhələdə dayandığına görə bu irəliləmədi. Məncə bu bir düşünülmüş və siyasi məqsəd daşıyan bir məsələdir. Hər şeydə ümumiyyətlə deyir, əməllər niyyətə görədir. Hər bir şeydə niyyətə baxmaq lazımdır ki, bu niyyət burada doğrudanmı insan alverinə qarşı, cinsi istismara qarşı insanların hansısa bir şəkildə ədaləti bərpa etmə məqsədi güdülərək addım atılıb. Amma siz görürsünüz ki, bütün hədəflər daha çox şəxslər üzərində, ayrı-ayrı simalar üzərində indekslənir və bunun da çox güman ki, bu da bir savaşın bir formasıdır. Həm informasiya savaşın, həm hibrid demək, müharibənin bir formasıdır. Və düşünürəm ki, bu bir az müddətdən sonra bu məsələ üzərində də bu hay-küy yatacaq. Ötüb keçəcəklər, yəni belə deyək. Yəni Trumpa təsir eləməyəcək sonuçta heç bir şey. Məsələn, Amerika məhkəməsinə çıxarar, bunu çıxaran qüvvələr daha güclü olarsa, bunu impeachment formatına da gətirib çıxara bilərlər, əgər sübutlar olsa. Biz bunun kökünü bilmirik və hansı sübutların olduğunu da dəqiq bilmirik. Kim ora gedib getmək də əsas deyil. Kimsə gedə bilər, hansısa bir adada ola bilər, amma bu demək deyil ki, bu sübutdur ki, bu orada hansısa bir kriminal əməldə iştirak edibdir. Ona görə də bizim bunu müzakirə eləməyimiz açığı Amerika Birləşmiş Ştatlarının İrana hücum edib etməyəcəyini proqnozlaşdırdığımız kimi bir şeydir. Yəni bu burada ancaq poleküdes oynamalıyıq ki, edəcək ya etməyəcək. Yəni o baxımdan da bu məsələləri biraz çox da zamana buraxmaq lazımdır. Belə deyə olsa nəticə etibarilə bilinəcək nə baş verir. Kim olsa o bunu deyək ki, qəbul etdirəcək, olmasa da bunu demək rədd edəcəklər və məhkəmə prosesinə də ehtiyac var. Məsəl üçün, Türkiyə televiziyaları çox bunun üzərində dayanır və demək olar ki, birmənalı şəkildə deyirlər ki, bu Trumpı zəiflətmək məqsədi daşıyır. Çünki demək olar ki, Trump bütün dünyaya barmaq silkələyir və mən necə desəm, o cürdə etməlisiniz deyə və onun da qarşısını alan bir qüvvələr olmalıdır və ona görə də bunu atıblar ortalığa. Siz dediniz ki, kimsə adada ola bilər, amma bu demək deyil ki, o cinayətə şərikdir.